Əziz balıq və yüksələn balıqlar. 2025-ə əl sallayıb artıq 2026-ya salam veririk. Bu yeni ildə göy üzü o qədər hərəkətlidir ki, təbii olaraq siz də bu dəyişikliklərdən güclü şəkildə təsirlənəcəksiniz. İlk olaraq, şans və fürsətlərin sizə hardan gəldiyinə baxacağıq. Bu sahəni Jupiter idarə edir. Daha sonra sizi harda sınayan, məsuliyyət yükləyən, biraz yoran proseslərə nəzər salacağıq. Bura Saturna aiddir. Ardınca tutulmaların həyatınızda hansı mövzuları oyatdığını, yeni ay və dolunayların sizə hansı mesajı verdiyini, Merkür və Veneranın geriləmələrinin sizə nə söylədiyini də izah edəcəyik. Hazırsınızsa, 2026 səyahətinə Jupiterdən başlayaq. Jupiter, sevgi, zövq, uşaqlar və yaradıcılıq. 2025-in yayından 2026-nın 30 iyununa qədər Jupiter sizin sevgi, romantika, uşaqlar, hobbilər, zövq və yaradıcılıq evinizdə irəliləyir. Son 2 il yarım Saturn sizi yorub sınamışdı. Lakin 2025-in ikinci yarısından bəri həyatınıza rəng, nikbinlik və istilik tədricən qayıtmağa başladı. Bu dövrdə sevgi həyatınızda canlanma, yeni bir münasibət, yaxud qəlbinizin yenidən oyanması ehtimalı güclüdür. Uşağı olan balıqlar üçün də bu dövr olduqca məhsuldardır. Uşağınızla münasibət güclənə, onun həyatında sevindirici dəyişikliklər baş verə bilər. Uzun müddətdir uşaq istəyi olan balıqlarsınızsa, bu dövrdə xoş xəbər alma ehtimalınız yüksəkdir. Əgər bu təsirləri indi çox hiss etmədiyinizi deyirsinizsə, 11 martdan sonra Jupiter düz hərəkətə keçdikdən sonra yay aylarına qədər bu enerji daha güclü hiss ediləcək. Xüsusilə 3 yanvar, 6 və 9 iyun tarixlərini yadda saxlayın. Sevgi və uşaqlarla bağlı məsələlər, yeni təhsil sahələri və özünüzü inkişaf etdirmək istədiyiniz istiqamətlərdə açılımlar çox mümkün görünür. Yaradıcılıq tələb edən işlər, sənət, borsa və yatırım kimi riskli sahələrdə də şans qapıları açıla bilər. Beləcə, ilin ilk yarısı sevgi, hobbilər, yaradıcılıq və uşaqlarla bağlı sahələri gücləndirir. Romantikanı dərin yaşayan balıq üçün bu çox qiymətli bir mərhələdir. 30 iyundan sonra Jupiter iş, gündəlik həyat və sağlamlıq sahəsində Jupiter 30 iyundan etibarən yeni sahəyə keçir və fokusunuz bu dəfə iş fəaliyyətinə və gündəlik nizamınıza yönəlir. Bu dövrdə çalışma temponuz arta, gününüz daha çox iş və məsuliyyətlərlə dolu ola bilər. Çalışmayan balıqlar belə daha çox gündəlik məşğuliyyət tapacaq. İş yoldaşları ilə əməkdaşlıq güclənə bilər. Birlikdə iş görmək daha məhsuldar ola bilər. Aslan təsiri aktiv olduğu üçün təşkilatçılıq, idarə etmə, rəhbərlik tələb edən mövzularda ön plana çıxma şansınız var. Yeni iş mühitinə keçid, iş yoldaşı əlavə etmək, dəstək almaq üçün münasib dövrdür. Sağlamlıq baxımından da nisbətən daha rahat fazaya daxil olursunuz. Xüsusilə kürək, bel, skelet sistemi və ürəklə bağlı məsələlərdə yüngüllük hiss edilə bilər. Bu səbəbdən 2026-nın ikinci yarısı iş və sağlamlıq sahəsində həm fürsət, həm də oyanış enerjisi gətirəcək. İyulun 20-ci günündə və noyabrın 12-ci günündə xəbərdarlıq. Jupiter bu sahəyə keçdikdən qısa müddət sonra Plutonla qarşılaşacaq. Buna görə də iyulun 20-ci gününə diqqət edin. İşdə güc mübarizələri, psixoloji baskı, manipulyasiya, yorucu situasiyalar ola bilər. Sağlamlıqda da ani zəifləmə, halsızlıq mümkündür. Özünüzü çox güclü hiss etdiyiniz anda dayanmağa ehtiyac yarana bilər ki, bu sizə yanlış istiqaməti göstərmiş ola bilər. 12 noyabrda sağlamlıq üçün diqqət tələb edən tarixdir. Ancaq 16-18 noyabr daha çox inkişaf və imkan enerjisi vəd edir. Saturn, bürcünüzdən çıxır, pul evinizə daxil olur. Son 2 il yarım, Saturn birbaşa sizin bürcünüzdə idi. Sizə həddi, imkanınızı və gücünüzün sərhədini öyrətdi. Kim olduğunuzu, nəyə dəyər verdiyinizi, həyatın sizə nələri öyrətdiyini görməyə məcbur etdi. İndi bu mərhələ sona çatır. 14 fevralda Saturn Qoç bürcünə keçir və maddi sahəni işıqlandırır. Gələn 2 il yarım pul mövzularında daha ciddi yanaşma tələb edəcək. Borc, xərc, qazanc və yığım kimi məsələlərdə məsuliyyət artır. Pulların gəlişi və gedişini daha kontrollu idarə etmək zərurətinə çevriləcək. Əgər indiyə kimi maliyyəni axına buraxmısınızsa,
Artıq daha planlı olma vaxtıdır. 17 yanvar yeni ayı bu mövzunu güclü şəkildə vurğulayır. 17-20 aprel tarixlərində maddi gecikmə, pul axınında tıxanma yaşana bilər. Bu isə sizin üçün ən böyük fərqindəlik mərhələsidir. Əsas gücün pul deyil, özünüzdə olduğunu dərk etmək. Qorxmayın, Saturn bölcünüzdə olarkən daha ağır idi. İndi isə düzgün yanaşsanız, uzun müddətli möhkəm qazanc yaratmaq şansınız var. 20 fevralda Saturn və Neptunun pul evində qovuşması maddi baxımdan yeni dövr açır. Yeni qazanc metodları ortaya çıxa bilər. Uranus. Ev, ailə, yurt və kök mövzuları 26 apreldən Uranus ikizlərə keçir və 7 il sizin ev, məkan, daşınma və ailə sahənizi dəyişdirməyə başlayır. Fevral doğumlu balıqlarda bir anda dəyişiklik istəyi, azadlıq tələbi arta bilər. Yüksələniniz ilk dərəcələrdədirsə, köç, məkan dəyişməsi, ailə üzvləri ilə bağlı ani xəbərlər mümkündür. 2026 tutulmaları. Münasibət və özünüzlə bağlı qərarlar. 3 mart tutulması, evlilik, partnyor və münasibət mövzularını önə gətirəcək. Uzun müddətdir davam edən bir məsələnin nəticəsi görünə bilər. Sual yaranacaq. Mən münasibətdən nə istəyirəm? Mənə uyğun olan nədir? Bu aydınlaşmanı verə bilsəniz, tutulma sizə rahat nəfəs gətirəcək. 28 avqust tutulması isə birbaşa siz və taleyiniz haqqında qərarları sürətləndirəcək. Bu dövrdə evlilik, ayrılıq, birlikdə yaşamaq, yeni həyat seçimi kimi addımlar aktiv ola bilər. Ay düyünləri. Ruh və daxili dünya 27 iyuldan sonra şimal düyünü dolçaya keçir. Bu isə sizin ikinci yarıdan etibarən daha çox öz içinizə yönəlməyiniz, ruhunuzu bəsləməyiniz və tək qalmaq ehtiyacınızın artması deməkdir. Daim sosial olmaq məcburi deyil, ruhunuzun sakitliyə ehtiyacı olacaq. Meditasiya, enerji çalışmaları, psixoloji təmizlənmə, yaradıcılıq bu dövrdə şəfa gətirə bilər. 19 mart yeni ayı balıqda. Sizin başlanğıcınız. Bu yeni ay il üçün ən güclü şəxsi start enerjisidir. Vacib qərarları və həyat dəyişikliklərini bu tarixə yaxın başlamaq xeyirli ola bilər. Digər tarixlər 10 fevraldan etibarən görüntünüzə və xarici görünüşə diqqət artacaq. 2 martdan etibarən həyatınız sürətlənir. Altda maliyyə artışı mümkündür. 9 apreldən sonra xərclər yüksələ bilər. 30 martdan sonra ev, daşınmaz əmlak, köç və təmir mövzuları üçün uyğun dövrdür. Venus və Merkür geriləmələri. 3 oktyabrda Veneranın geriləməsi uzaq ölkələr, təhsil, səyahətlər və ticari sahələrdə yenidən düşünmə tələb edəcək. Yeni böyük addımlar üçün uyğun deyil. 24 oktyabrda Merkür də eyni sahədə geriləyəcək və planları bir daha gözdən keçirməniz lazım olacaq. Nəticə. Bu il sevgi var, iş və istehsal var. Sağlamlıq şuuru güclənir, maddi təməl yenidən qurulur. Ruhunuzu dinləmək, tək qalmaq və daxili səsə yer açmaq ön plana çıxır. Həm qəlbiniz doyacaq, həm həyatınız yeni ritmə keçəcək. Əziz balıq və yüksələn balıqlar, 2026-nın sizə hüzur, sağlamlıq, sevgi və daxili rahatlıq gətirməsini diləyirəm. Qəlbiniz necə istəyirsə, il də elə gözəlləşsin.